Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Yol üstü əlimə ilə qırmızı inək Trumpın yanğılarından doğan bir müsahibəsi, qısaca bir müsahibəsi, heç bir dəqiqə etmir. Əlimə keçdi. İslam barəsində özünün və onu idarə edən illuminantların və framasionerlərin, evangelizmin İslama nifrətini və dünənki çıxışımızda qeyd etdiyimiz kimi Yəmənin vurduğu iki təsirdən biri yanğının nəticəsində deyir, İslam bizə nifrət edir. Bunu bu şəkildə göstərir. Öz nifrətlərini İslamın onlara nifrəti kimi göstərir. Qısaca tərcümə edəcəm, sonda bir neçə kəlmə qeyd edəcəm xidmətinizə ki, həqiqətləri daha aydın müşahidə edəsiniz və reallıqlara daha açıq gözlə baxıb, açıq təhlil edə biləsiniz. Deməli, aparıcı burada sual eləyir, soruşur bundan ki, siz belə fikirləşirsiniz ki, İslam qərblə müharibədədir. Islam is at war with the West? I think Islam hates us. There's something there that there's a tremendous hatred. Deyir, mən belə fikirləşirəm ki, İslam bizə çox nifrət eləyir. Bizdən mütənəffirdir, bizə nifrət eləyir. Burada deyir, bir şey var ki, o da bir faktdır ki, böyük nifrət, əzəmətli nifrət. There's a tremendous hatred. We have to get to the bottom of it. There is an unbelievable hatred of us. In Islam, it's Deyir, biz gərək dəqiq bunu anlayaq ki, görün necə propaganda və manipulyasiya eləyir. Dəqiq bunu anlayaq və başa düşək ki, bu nifrətin kökü hardan gəlir? Haranı vurur? İndi axırda qeyd edəcəyik. Yandıran müqavimətdir bunu. Necə ki, mən deyirdim, indi Azərbaycan-Ermənistan məsələsi yenidən Amerika Ermənistana baza yığmaq istəyir və biz deyirdik təkcə İsrailin kontrol elədiyi Azərbaycan hökuməti deyil. Mənim nəzərimdə ən azı onun qədər təhlükəli Ermənistanın Paşinyan hökuməti də var. Bunlar ikisi də bir yerdən idarə olunan və bir fitnənin iki üzüdür. Həmin yanğının nəticəsidir. Hardan gəlir? Azərbaycanda nəyin təbliğ eləyirlər? Qeyrətdən uzaq vəhabilər və heç bir şey olmayan pantürkizm, milli və məzhəbi kimliyimizi əlimizdən almaq istiqamətində İslamı nifrət etdirirlər. Amma hansı İslam? Müqavimət cəbhəsi, zuhur hökumətinin zəminəsini yaradacaq İslam. Müqavimətin də mərkəzi kimdir? Bizdə kimi qaralayırlar? Bəli, İran İslam Respublikasını. Buna görə də bu qırmızı inək burada yaxşı veriblər bunun əlinə konspektini. Deyir ki, gərək dəqiq başa düşək ki, bu böyük və inanılmaz nifrət hardan qaynaqlanır bizə? Of us. in Islam itself. You're going to have to figure. Bu aparıcı da burada yaxşı sual verir. Həm özləri də bilir nə deyir, amma bizim üçün də sərf edir. Trumpa deyir, İslamın özü sənə nifrət edir. İslam pakdır. İnnəd-dinə indəllah əl-İslam. İslam bəndəçilik, hər şeyin həqiqəti və yaradanı olan Allaha bəndəçilikdir, fərdi və ictimai şəkildə. İslamın özü nifrət edir, deyir. Trump burada biraz dili topuq vurur. Deyir, sən gərək özün bunu başa düşəsən. Anlayırsan bunu? Figure that out, okay? You'll get another Pulitzer, right? But you're going to have to figure that out. But there is a tremendous. Sən deyir, bunu başa düşsün, sənə mükafat düşür. Pulitzer mükafatı alarsan. Amma gərək özün başa düşəsən. Another Pulitzer, right? But you're going to have to figure that out. But there is a tremendous hatred. And we have to be very vigilant. Amma deyir, burada böyük bizə nifrət var İslam tərəfdən. Biz gərək çox zirəng olaq və çox gərək ehtiyatlı olaq. Bəli, indi deyəcəyik sənin səsin hardan çıxır qırmızı inək. We have to be very careful. And we can't allow people coming into this country who have this hatred of the United States. Bəli, biz gərək icazə verməyək ki, Birləşmiş Ştatlarda olan şəxslər və
bizim vətəndaşlarımıza və müsəlman olmayanlara nifrət edənlər Amerikaya daxil olsun, ölkəmizə deyir, daxil olsun. And of people that are not Muslim. I guess the question is there a war between the West and radical Islam, or is there a war between... Aha, aparıcı burada bir dəfə də maraqlı sual verir. Deyir, burada sual yaranır, o da budur ki, sən ki deyirsən Trump Qərblə İslam arasında, belə deyək, Qərblə radikal İslam arasında döyüşdü, yoxsa Qərblə İslamın özü arasında döyüşdü? Cavab məlumdur. West and Islam It's itself? radical, but it's very hard to define. It's very hard to separate because you don't know who. Trump nə deyir? Deyir ki, bu radikal İslamdır. Amma onu tərif eləmək, yəni mahiyyətini açıqlamaq çox çətindir. Bunu bir-birindən ayırmaq, İslam, radikal İslam. Niyə görə çətindir? Buradan başlayaq. Bax, bu qırmızı inək kimilərin. Niyə dilləri topuq vurur? Ona görə ki, radikal və İslam sözü ki, biz də bəzən işlədirik, insanların ümumi, bizim kimi avamların dilində başa düşmək üçün radikal İslam məsələn. Radikal İslam olmur. Radikal İslam paradoksdur əslində. Radikal yəni ifratçı. İslamın özü nədir? Peyğəmbərdən tut və onun nurunun davamı olan Əhl-i Beyt və məxsusən İmam Sadiq əleyhissalam nə buyurur? La ifrat və la təfrid, la cəbr və la təfviz, lakin əmrun beynəl əmreyn. İslam budur. Nə radikal həddən çox ifrat, nə də həddən az. Nə məcburiyyət, nə də boş buraxma. Allahın qanunu, sünnəsi bütün varlıq sistemində belədir deyə Allahın təcəllisi olan insan həqiqətində də ilahi şuurla bu cür tapşırılıb idarəçilik, fərdi və ictimai ailə kontrolu nə ifrat edəsən, nə çox məcbur edəsən, nə də çox boş buraxasan, təfrid həddən az edəsən. Ona görə də İslam ki biz Fatihə surəsində namazlarımızda oxuyuruq, İhdinəs sıratal müstəqim, bizi doğru yola hidayət elə, əs-sırat əl-müstəqim. Bəzi alimlər buyurur, səbil var, yol mənasında. Quranda da çox gəlib, fi səbilillah. Allaha gedən yolda bəzi yollar müxtəlifdir, hərənin öz tutumuna uyğun. Amma sırat elə bir yoldur ki, Allahın öz qoyduğu yoldur. O da hardan başlayır? Vilayət, sonra risalət, sonra həqiqət, aləmin həqiqətinə çatdıran, nurun özünə, mənbəyinə çatdıran bir yol. Və böyüklərimiz gözəl buyurur, İslamdan qaynaqlanan bir fikir olaraq ki, sırat-ı müstəqim, doğru yol bir yoldur. O yolu sağa da getsən azmısan, sağa da çıxsan, sola da getsən azmısan. Sağ, sol, yəni nə? Yəni Quran buyurur, sağ tərəf sahibləri behişt, sol tərəf sahibləri cəhənnəm. Bəzən behişt bəhanəsi ilə şeytan bizi alladır. Məsələn, Ramazanın özündə. Allah buyurub ki, zəruri halda ki, özünə şahidsən. Zəruridir ki, sən oruç tutmayasan, sənə zərbəsi var, tutsan artıq harama çıxırsan. İnsan elə bir qard tutur, elə bir özünə bir görkəm alır ki, güya Allahdan çox bilirik, sağ tərəfə azırıq, savab tərəfə azırıq. Güya ki, çox istədiyimizdən, yox, mən tutacam. Sol tərəfdə məlumdur, günahları azmaq. Amma Trump'ın bu qırmızı inəyin yanğısı hardandır? Bəli, Telegram kanalımızı abunə olmaq istəyənlər həmişə olduğu kimi bu proqramında, bütün proqramlarda olduğu kimi bu proqramın da adlıq, başlıq bölməsində vurub şərh bölməsində linkinə abunə ola bilərsiniz. O kanalımızda da yerləşdirdik dünən bugün xəbərləri və dünənki çıxışda da dedik. Bunun yanğısı qlobal və bölgə müqavimətinin İran İslam mərkəzliyi ilə formalaşması və intensiv şəkildə inkişaf eləməsidir. Bax, bugün xəbərlərdə yerləşdirdik və şərh də yazdıq. Venezuela, Trump'ın bilmirəm, müşaviri idi, səhv eləmirəmsə, ya bəli, baş naziri idi. Deyir, biz İrana icazə verməyəcəyik, nə bilim, Venezuelanı öz hərbi bazasına çevirsin. Venezuela Amerikanın qulağının dibindədir. Biz orada şərh də yazdıq ki, siz belə deyə artıq İran Ağ evi həqiqətən də Hüseyniyə çevirəcək. Yəni, Vaşinqtona gəlib çıxıb, Ağ evə gəlib çıxıb.
bunu yandıran və özünün İslamın siyasi, praktiki, əməli yönünə qarşı özünün və onu idarə edən evangelizmin nifrətini sərgiləyən İslam bizdən nifrət edir məsələsi buradan qaynaqlanır. Qlobal müqavimət və dünən dediyimiz kimi Yəmənin müqavimətin bir qolu olaraq bunlara vurduğu zərbə və digər tərəfdən Hizbullahın da dünən söz vermişdik fəallaşması. Artıq da Hizbullah da fəallaşıb. Bütün bu məsələ qeyd etdiyimiz və dəfələrlə təkid etdiyimiz bir prinsipə qayıdır. İran İslam Respublikası və ona bağlı olan müqavimət qolları Zuhur hökumətinin yaranması yolunda inkişafları və bunları siyasi, iqtisadi, hərbi, kəşfiyyat sektorunda və böyük strateji oyunda blokadalarını yarıb özlərini blokadaya salması. Trump kimi qırmızı inəyi və onu idarə edənləri yandıran bunlardır. Ona görə deyir, İslam bizə nifrət edir və hətta manipulyasiya edir mənim xalqıma, güya Amerikaya və dövlətinə nifrət edir. Xeyr, biz kimdir? Biz həmin Dəccalın mərkəzi olan dövrümüzün süfyani cərəyanı və getdikcə özünü batıran evangelizm sistemi üzə çıxardaraq son kartlarını oynayan. Əlbəttə, kommentlərdə də bəziləri bizdən təkidlə bəzi mövzuları istəyir və biz də onlara söz vermişik ki, Azərbaycan odundan pantürkizm fitnəsi ilə ərəblərə doğru olan fitnədən danışacağıq. Ola bilər bir proqram, ola bilər 2 proqram və bəzi əzizlərimiz də Türkiyənin Fəratın şərqindəki çöküşü filan, əlbəttə pantürkizmdən söhbət gedir. Ondan da o proqramların çərçivəsində ətraflı təhlil və detallı izah xidmətinizə verəcəyik. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.